Qaradağın qeyrətli köçərləri bütün ərsələrdə müqəddəs Cumhuriyyə İslami nizamına öz vəfadarlıqlarını sabit ediblər. Bu dönədə Riyasət Cumhurinin 14-cü dövrünün intihabatında şuurlu huzurları ilə bir ayrı həmasə yaratdılar. İntihabatın bütün səhnələri gözəl idi və tamamən eşq idi İran üçün. Amma Qaradağ əşairinin şuurlu huzuru bir ayrı gözəl səhnə yaratdı. Əhər şəhristanında 134 şöbə əxsirəydən 18-i yaylaqlara gedib və əşair cəmaətin rəylərində aldılar. Biz əşairik, bizim intizarımız var idi ki, sənduq gələ bura, biz hamımız belə və əhsən rəylərimizi verək və bu şühadanın yoluna idamə verək. Əşair həmişə İranın kürəyindədir, millətin kürəyindədir, rəis cumhurun kürəyindədir, intihabatda vardı, əşair həmişə səhnədə var. İntihabat vəzifə millidir bir dənə. Bura yeylaq pərzəlidir, Çağala yaylağıdır. Keçiqiran dağları əşair qismətinə Riyasət Cumhurdan ötürü gəlmişik. Bundan da səbirli yer olsa biz amadəyik gedək və gedəcəyik də inşallah intihabatımız purşur olsun. Bu günlər əşair üçün iş fəslidir. Amma bu qeyrətli insanlar İntihabatı öz işlərinə tərcih verib və sandıq başında şuurlu huzur tapdılar. Və onların sözü bu idi ki, İranın baş ucalığına və rəhbərimizə xatir intihabata gəlmişik. Gəldim burada mən ray verəm, burada İranımızın başı ucalsın, rəhbərimizə xatir. Gəlmişik burada biz İranımıza, vətənimizə ray verək, İranımızın xoş olar. Düşmanın qabağında başı ucu olar. Hər bir rəyimiz bir dənə tezdir düşmənin qəlbinə. İran bizim vətənimizdir, İran bizim qəlbimizdir. Biz gəlmişik, rəhbərimizə xatir rəy verək. Gəldik, rayimizi verək, inşallah, şirkət olaq. Hər vədə, hər zamanda niyaz olsa biz gələk. Hər zamanda və hər məkandakı niyaz olub, əşairi Qəyyuri Qaradağ səhnələrdə hazır olublar və inqilabın armanlarından difa eləyiblər. Bu gün də bu qeyrətli insanlar öz şuurlu huzurları ilə bir ayrı həmasə yaratdılar. Cümə günü tirin 8-də Pərviz Gülüzadə, Xəbərgüzariyə Seda və Sima, Əhər şəhristanı, Qoçgölü yaylağı.